Salam dəyərli kanal izləyicilərim, hər birinizi salamlayıram. İzahlar silsiləmizə qaldığımız yerdən davam edirik. Bugünkü izahımız monitoring 5-in izahı olacaq. Qeyd edim ki, bundan öncəki izahların da hər biri YouTube kanalımda yerləşdirilib. Səhifəyə abunə olaraq keçib izləyə bilərsiniz. Yəni, sualımızla başlayaq. 3 sayda ədədin hasilinin neçə natural böləni var? İxtiyari 3 sayda ədəd götürə bilərsiniz özünüzdən və yaxud da A, B, C ilə işarə edə bilərsiniz. A vur B, vur C və yaxud 3, 5, 7 olsun. Hər birinin bu hasilində neçə natural böləni var? Natural böləni tapan zaman qüvvətlərin üzərinə bir gəlib, bir-birinə vururduq. Yəni, ixtiyari 3 sayda ədədin həmişə 8 natural böləni olmuş olacaq. Doğru cavabımız olacaq D variantı. 27-ci 5-ə bölünən, qalıqda 2 alınan 3 ardıcıl cüt natural ədədin cəmi 96-dır. Bu ədədlərdən ən böyüyü ilə ən kiçiyinin cəmini tap. 5A topla 2 qəbul edək birinci ədədi. İkinci ədədi 5A topla 7. Digəri isə 5A topla 12. Bərabərdir 96-ya. 15A topla 21. Bərabərdir 96. 15A bərabərdir 75-ə, A bərabərdir 5-ə. Bu ədədlərdən böyüyü ilə kiçiyi. Böyüyü olacaq 5 vur 5, yəni 25 topla 12, 37. Kiçiyi isə 5 vur 5 topla 2, 27 olacaq. 37 və 27-nin də cəmi 64-ə bərabər olacaq. Doğru cavabımız olacaq B variantı. 28. Tənasübün kənar ədədləri çox sayda bir sayıldır. Tənasübün kənar ədədlərinin hasili orta ədədlərin hasilinə bərabərdir. Digər orta həddə tapmaq üçün kənar hədləri bir-birinə vurub orta həddə bölməliyik. Və buradan da ixtisar aparsaq 6-ya, burada 9 aparsaq burada 4 qalar. 54-ü 9-a 6 qalar. 32-ni 4-ə 8, 8 dəfə də 6, 48 edəcək. Doğru cavabımız olacaq D variantı. 28-ci sualımızda 480 litr benzin var benzin deposunda. Benzinin onda 7-si istifadə olundu. Deməli, 480-i vururuq onda 7. 336 litri istifadə olunub. Nə qədər qalır? 480-dən 336 çıxarıq. 44 litr qalıbdır. 44 litr qalıbdır. Və deyir, daha sonra nə qədər istifadə etmək lazımdır ki, depoda 25 litr benzin qalsın. Deməli, 44 litr qalmışdı. 480-nin də 14-sünü istifadə etsək, biz onda 7-si istifadə olunursa 14-sü qalıbdır. 480-nin 14-sünü hesablasaq, 144, 144 və 144-dən də 25 çıxarıq. 119 litr. Əlavə 119 litr işlətmək lazımdır ki, depoda 25 litr benzin qalsın. Otuzuncu sualımızda şərtin doğrulmasının aşağıdakılardan A-nın yerinə hansı yazıla bilməz? Təbii ki, baxırıq. Tam hissələri eynidir. Onda birlər mərtəbəsi də eynidir. Deməli, yüzdə birlər mərtəbəsində elə bir ədəd yazmalıyıq ki, bərabərsizlik doğru olmasın. Deməli, burada kiçik bir ədəd yazmalıyıq. 4-dən kiçik ədəd yazmalıyıq. Yəni, 4-ün özündə yaza bilərik. Yəni, 4-ün özünə yazacağıq. Çünki 346 olur. Burada 347 olur. 346, 347-dən kiçikdir. Yəni, bu onluq kəsir. Bundan böyük ola bilməz. Kiçik olmalıdır. Deməli, 4 yazıla bilməz. 31-ci sualımıza baxaq. 42 ədədinin 3 ardıcıl tək ədədin cəminə nisbəti 2/3 kimidir? Deməli, 42-nin 3 ardıcıl tək x, x plus 2, x plus 4. 2-nin 3-ə nisbəti kimidir? 2 bölünsün 3. 42 bölünsün 3k topla 6 bərabərdir 3-də 2-yə. 3x topla 6 bərabərdir. 42 vurulsun 3 bölünsün 2. 21. 21'i də 3'ə vuran zaman 63.
Buradan da 3x bərabərdir 57. X də bərabərdir 19'a. X də bərabərdir 19. Deməli, dedim biri 19'dur, digəri 21, digəri isə 23 olacaq. Doğru cavabımız olacaq D variantı. Otuz ikinci sualımız. Çəndə 600 litr suyun 150 litri istifadə olundu. Deməli, 600-dən 150 çıxarıq, 450 litri qalır. Qalan suyun həcmi istifadə edilən suyun həcminə nisbəti. 450-nin 50-yə nisbəti bərabər olacaq 3-ə. Doğru cavabımız olacaq 32-ci sualımızda B variantı. 33-də 440 ədədi 3-də 2 və 4-də 1 ədədləri tərs mütənasib hissələrə bölünmüşdür. Deməli, 3-də 2 və 4-də 1-in tərsləri olacaq 2-də 3K, topla 4K. Bərabərdir 440-a. Hər tərəfini 2-yə vursaq, 3K, topla 8K, bərabərdir 880-ə. 11K bərabərdir 880, K bərabərdir 80. Deməli, biri 2-də 3K idi. 2-də 3-ü vurarıq 80-ə. 120 ədədin biri. Digəri də 4 vur 80. 320 edəcək. Bizə deyək ki, kiçik ədəd. Kiçik ədəd 120-dir. 120-nin 440-a nisbəti. Sıfırları silərik. Hər içində 4-ə əksər aparsaq, 11-də 3-ə bərabər olacaq. Doğru cavabımız olacaq A variantı. 34-cü sualımızda 7 tonluq, 2 tonluq 7 maşınla bir qədər yükü 7-12 saatda daşımaq olur. Bu yükü 3 tonluq 4 maşınla neçə saatda daşımaq olur? Deməli, 7 tonluq 7 maşın, 2 tonluq 7 maşınla 7-12 saatda daşıya bilirik. Daşımaq olur. Bu yükü 3 tonluq. Deməli, 2 tonluq maşın 2'ni 7'yə vuran zaman 14. 14'ə 7 10'da 2'dirsə, bu yükü 3 tonluq 4 maşınla neçə saata daşımaq olar? 3 tonluq 4 maşın 12 edəcək. 12'ə də x-dir. Buradan da tərs mütənasib olduğu üçün x bərabər olacaq. 14 vur 7 10'da 2 bölünsün 12. Buradan da ixtisarlar aparsaq, 12'ni 2'yə 6, 14'ü 2'yə 7. 7 10'da 2'ni 6'ya bölsək. 1 10'da 2 qalar. 1 10'da 2'ni 7'yə vuran zaman 8 10'da 4 saat edəcək. 34-cü sualımız olacaq B variantı. Otuz beşinci sualımız. Oğlanlar və qızlardan ibarət bir qrupdan 3 qız çıxır. Oğlanların sayı qızlarının sayına nisbəti 3'ün 2'yə olur. Sonra 6 oğlan da qrupdan çıxır və qızların sayının oğlanların sayına nisbəti 6 böl 7 olur. Başlanğıc vəziyyətdə qrupda neçə qız var idi? Yəni, oğlanların sayını x ilə, qızların sayını y ilə işarə edək. Qrupdan 3 qız çıxır. Yəni, x-in y çıx 3'ə nisbəti bərabərdir 3'ün 2. Buradan da çarpaz vursaq 2x bərabərdir 3y çıxılsın 9. Daha sonra isə 6 oğlan qrupdan çıxır və qızların sayını oğlanların sayına nisbəti. Qızların sayı y çıx 3 idi. 6 oğlana çıxdığı üçün x çıx 6. Bərabər olur 6'nın 7'yə nisbəti. Buradan da çarpaz vursaq 6x çıx 36 bərabərdir 7y çıx 21. 6x çıx 7y bərabərdir. 36'nı da sağa keçirərik. 36'dan da 21 çıxılar, qalar 15. Gəlin, birinci tənlikdə hər tərəfini 2'yə vuraq. Bu da 6x'i yaradaq. 3'ə vuraq daha doğrusu 6x bərabərdir
9y çıxılsın 27. Buradakı 6x'in yerinə 9 çıx. 9y çıx 27 çıx 7y bərabərdir 15'ə. Buradan da 2y bərabərdir 42'yə. Y də bərabərdir 21'ə. Qızların sayında y ilə işarə etmişdik. Cavabımız olur 21. C variantı. Düzbucaqlı paralelipipedin ölçüləri verilib. Hər til 2 metr artarsa, alınan paralelipipedin həcmi nə qədər artar? Əvvəlki həcmi hesablasaq, V bərabərdir 2 vur 1/5 vurulsun 3. Cavab olacaq 9 metr kubu. Hər birində 2 metr artırsaq, sonraki həcmimiz 2-ni 2 metr artıranda 4 olacaq. 1/5 olacaq 3/5. 3 isə olacaq 5. 4'ü 5'ə vuran zaman 20. 3/5'i də 20'yə vurarıq. 70. Deməli, əvvəlki 9 idi, sonrası 70. Nə qədər fərq oldu? 61 metr kub artmış oldu. B variantı. 37-ci sualımızda ifadəni sadələşdirək. Daha sonrası y-in qiymətini yerinə yazaq. Biz bir ki, mötərizənin qarşısında mənfi olan zaman işarələr əksinə dəyişir. Mənfi 2/7y topla 3/2y topla 4/5y çıxılsın 1/2y. Deməli, mənfi 2/7y topla 3/2y. Bu edəcək müsbət 0/5. Y 0/5, y-lər 4/5y 5 tam edəcək. 5'dən də 1/2 çıxan zaman isə 3/8y qalacaq. 3/8y və burada da y-in yerinə 10 yazan zaman nəticə olacaq 38. Doğru cavabımız 37-ci sualda olacaq. D variantı. Otuz 8-ci sualımız. Diametri 13 cm olan dairənin sahəsinin sahəsinin diametri 12'dirsə, radius 6'dır. Radiusumuz 6'dır. S də bərabərdir pi r kvadratına. Yəni 16, o da 36 pi. Daha doğrusu 6, 6'nın da kvadratı 36 pi santimetr kvadrat edəcək. A variantı. O mərkəzli çevrənin diametri, radius və bətərlərinin sayını ardıcıl olaraq müəyyən edin. Deməli, diametrimiz burada 2 ədəddir. Diametrimiz 2'dir. Radiusumuz 4'tür. Vətərimiz isə 3'tür. Doğru cavab olur C variantı. Diametrin özü ilə ən böyük vətər sayılır. X-in qiymətini tap. Baxın, bu yarım qövsdür. Yəni 3'də 1x topla 75 dərəcə bərabərdir 180. Buradan da 180'dən 75'e çıxsaq 105. 105'i də 3'ə vurarıq. 315 dərəcə. X olacaq 315 dərəcə. C variantı. ABC'nin düzbucaqlısında CD 11'dir. CD 11'dirsə AB'də 11 olacaq. BK məsafəsi 5'dirsə o zaman bu məsafə olur 6. AK məsafəsi olur 6. AD isə 12'dir. Deməli, bu düzbucaqlının birinci bir sahəsini tapaq. Baxın, burada 12'dir. Bu da düzbucaqlıdır. Düzbucaqdır. Yəni, burada düzbucaqlı üçbucaq var. Baxın, SBKC-ni tapsaq, SBKC-yə bərabərdir. 5 vurulsun 12 böl 2. 30 edəcək. Bir də S düzbucaqlığını tapsaq. 11 vur 12. Yəni 132. Rəngli hissəni tapmaq üçün ümumi düzbucaqlığının sahəsindən, yəni 132-dən 30'u çıxmalıyıq. 132'dən də 30'u çıxan zaman 102 santimetr kvadrat qalacaq. 41-ci sualımız olacaq. A variantı. 42-ci sualımız 0,112 metr kubun 4% neçə litrdir?
Biz bilirik ki 1 metr kubumuz 1000 litrdir. 1000'ə vursaq burada 120 edəcək. 120'nin də 4%'ini tapdıq. 120'ni 4'ə vurub 100'ə bölürük. 48'də 10'a bölən zaman 4,8 litr edəcək. Doğru cavab olacaq A variantı. 43'də çənin 7'də 4 hissəsi su ilə doludur. Çəndəki suyun 25%'ni işlətdikdən sonra 5,13 ton su qaldı. Çən neçə ton su tutur? 7'də 4x vurulsun 25 bölünsün 100. 5,13 tonda su qalır. Bununla toplayanda 5,13 bərabər olmalıdır 7'də 4 x'ə. Buradan 125 x aparan zaman 4 qalacaq. 7'də 4x'ə 4'ə bölən zaman 4'də 1 4'lər ixtisar gedəcək. 7'də 1x topla 5,13 bərabərdir 7'də 4x'ə. 7'də 1x-də 7'də 4'ün yanına gətirsək 7'də 3x qalacaq. 7'də 3x bərabərdir 5,13'ə. Buradan da x'i tapsaq 5,13'ü vuracağıq 3'də 7'yə. X də bərabərdir 5,13'ü. 3'ə bölən zaman 1,71. Onu da 7'yə vuran zaman 11,97 ton edəcək. Doğru cavab olacaq D variantı 43-cü sualımızda. Püşkətmə iştirakçıları qutudan 1-dən 100'ə qədər nömrələnmə üçrəyi çıxarır. Birinci iştirakçının çıxardığı üçrədikdə 3 rəqəminin olması ehtimalını tapın. 1-dən 100'ə qədər 3 rəqəmin iştirak etdiyi nömrələrə baxaq. 3, 13, 23, 30, 31, 32, 33, 33, 34, 35, 36, 37, 38, 39, 43, 53, 63, 73, 83 və 93. Deməli, neçədə olur sayırıq? 2, 4, 6, 8, 10, 12, 14, 16, 18 və 19 rəqəm. 19 ədəd olacaq. 19 ədəd və 1-dən 100'ə qədər nömrələri içində %19 olacaq. Yəni 0 tam %19. Sualın cavabında problem var. Birinci iştirakçının çıxardığı üçrədikdə 3 rəqəmin olması ehtimalı 0 tam %19'a bərabər olacaq. Çünki bunların əksi də çıxa bilər. Yəni 13 çıxıbsa 31 də çıxa bilər, 23 çıxıbsa 32 də çıxa bilər. 31 çıxıbsa 13, daha sonra digərləri də çıxa bilər. 35, 53, 36, 63, 34, 43, 38, 83, 37, 73, 39, 93 bunların hər biri çıxa bilər. Ümumilikdə 100 ədəddən 19 edəcək. Yəni 3 rəqəmin olması ehtimalı 19 rəqəm olur. Ümumi ehtimalı da biz tapan zaman əlverişli hallar sayını bütün mümkün hallar sayına bölməliyik. Bizim burada əlverişli hallar sayımız 19. Bütün mümkün hallar sayımız isə 100'ə bərabərdir. 19 bölünsün 100, cavabımız 0,19 edəcək. 4 ədədin 45-ci sualımıza baxaq. 4 ədədin ədədi ortası 56'dır. 4 ədədi x ilə işarə edirəm. X 4'ə bölən zaman 56. X də bərabərdir 224. Digər 3 ədədin ədədi ortası isə 70'dir. Digər 3 ədədin cəmini də y ilə işarə edirəm. Y bölünsün 3 bərabərdir 70'ə. Y bərabərdir 210'a. Və bu 7 ədədin ədədi ortası da, yəni bu cəmlərin 224 topla 210 bölünsün 7'yə bərabər olacaq. 224 ilə 210 toplayan zaman 434. 434'ü də 7'yə bölən zaman 62 edəcək. Doğru cavabımız olacaq A variantı. 46-cı sualımızda 2 zəri bir zətlikdə düşən xallar cəminin 4'ə bərabər olması. 2 zəri bir atan zaman biz bilirik ki,
ümumi hallar sayımız 6 üstü 2, yəni 36-ya bərabərdir. Düşən hallar cəminin 4-ə bərabər olması üçün 1-in 3-ə düşə bilər və bunun 3-ün 1-ə və 2-nin 2-yə. Başqa halımız yoxdur, yəni 36 haldan 3-ü. 36-da 3. Bu da edəcək 12-də 1. Cavabımız olacaq 12-də 1. 49 və 50 sonuncu suallarımıza da baxaq. 49-cu sualımızda da yerinə qoyub hesablamalıyıq. A-nın yerinə 12 qoyuruq. 12 çıxılsın -3. B isə, burada isə -3 çıxılsın 12. 2 mənfi yan-yana gələndə olur müsbət, yəni 15. Birinci mötərizə 15 olur. İkinci mötərizə isə -15 olacaq. Və bunları da bir-birinə vuran zaman -225-ə bərabər olacaq. Cavabımız olacaq -225. 50-ci sualımız. 2 zər atıldıqda düşən hallar cəminin 11 olması ehtimalı. Burada artıq ehtimalı soruşur. 2 zər atan zaman bizim bütün mümkün hallar sayımız 36 olacaq. 55'li hallar sayımızı 11 olması üçün 5 və 6, 6 və 5'dir. Başqa halımız yoxdur 11 olması üçün. Deməli 2'dir. Hallar sayı 2'dir. Ehtimal isə 36'da 2. Yəni 18'də 1'ə bərabər olacaq. Doğru cavabımız olacaq 18'də 1. İhtimalımız olacaq 18'də 1. Bugünlük izahımız bu qədər. Ümid edirəm izahlar sizlər üçün faydalı olur. Əgər izahları bəyənirsinizsə, yorum yazmağı, like etməyi, kanala abunə olmağı unutmayın. Növbəti video izahlarda görüşmək ümidi ilə.